YouTube-a, TikTok-a və yaxud da hər hansı bir platformaya girirsiniz və bir anda deyirsiniz: "A, buna kim qulaq asır? Bu adamı kim bəyənir?" Halbuki baxırsınız ki, milyonlarla izləmə, milyonlarla bəyəni. Bunun məntiqi nədir? Gəlin izah edim. İlk məntiqdə çox ehtimal ki, hamınız deyəcəksiniz ki, bu bir bot hesabdır. Xeyr, Instagram və ya digər sosial şəbəkələr bot hesab alqoritmasını anlayırlar və avtomatik olaraq bloklayırlar. Buna çip ferması deyilir. Çip ferması nədir? Belə ki, Çin və digər bənzəri Rusiya, Ukrayna bu kimi ölkələrdə telefonları bir araya toplayaraq, bir kassaya yığaraq, onlara sim kart daxil edərək və bir şəbəkəyə bağlayaraq ondan çoxlu bir ferma yaradırlar. Bu hesablar sim kartla açıldığına görə və real bir telefon üzərindən idarə edildiyinə görə sosial medialar tərəfindən bir bot hesab olaraq qəbul edilmir. Tamamilə orqanik bir hesab olaraq kimi görünür. Nəticədə bu hesablara siz hər hansı çıxartdığınız musiqini və yaxud da videonu göndərirsiniz. Və nəticədə nə baş verir? O video avtomatik olaraq o hesablar tərəfindən normal insan hesabı kimi bəyənilir, şərh yazılır, fikir bildirilir və alqoritm avtomatik bu kontentin dəyərli kontent olduğunu bilib bizim qarşımıza çıxardır və nəticədə biz real insanlar bu kontentə məruz qalırıq və günlərlə bu kontent, məzmun cəmiyyətimizin viralına çevirir. Məsəl üçün, bu məşhur mahnı. Atışmamış elime yapış ceylanım. Damcı yağış dökme barış ceylanım. Və siz nə düşünürsünüz? Bu məzmunlar həqiqətənmi insanlar tərəfindən bəyənilərək məşhurlaşdırılır? Yoxsa bizdə də bu tərz çip fermalarından istifadə edirlər? Bu tərz videoların daha çox gəlməsi üçün bəyənib şərh bildirməyi unutmayın. Daha çox video üçün izləmədə qalın.